bilmədən oldu. Bilmədən oldu. Bilmirəm sizin kimi iş bilməz içini niyə götürüblər? Nə olub Mahirə xanım? Nə olacaq? Sizin bu yaratmaz içiniz ayağımı kəsdi. Mən özür istəyirəm. İstəmədən oldu. Həqiqətən bilmədim. Mən buranı səviyyəli yer bilirdim. Neçə ilə bura gəlmişəm. Mahirə xanım, əsəbləşməyin, xahiş edirəm, səbirli olun. Sizin bu bacarıqsız içinizə görə mənim kimi müştəriləri itirəcəksiniz. Neyse. Mahirə xanım, xahiş edirəm, səbirli olun. Mahirə xanım. Çəkin. Sənə yazığım gəldi, səni işə götürdüm. Dərslərinə mane olmamaq üçün şərait qurdum. Sən bilirsən kimi incitmisən? Bizim ən yaxşı daimi müştərimiz Mahirə xanımı. Mən istəmirdim belə olsun. Amma oldu. İşindən azadsan. Xahiş edirəm, nə olar, bir dənə də şans verin. Niyə? Digər müştərilərimizə narazı qoyasan deyə? Salon işi sizdə deyil. Özünə iş tap. Bunu necə başa düşək, Murad müəllim? Mən də bilmirəm. Baxmaq olar. Bu necə ola bilər axı? Nədir Murad müəllim, deyəcəksiniz ki, köçürmüşəm. Gözünüzün qabağında yazdım ki. Zakir müəllim, Fikrət müəllim az qala corabıma qədər yoxladı. Zakir müəllim, bir adamın 2 günün ərzində sıfırdan əlaya kimi gəlib çıxması inanmıram, inandırıcı deyil. Müəllim, mən birinci imtihanda da belə yazmışdım. Hər halda belə yazsaydın, yaxşı bal yığardın. Deməli, yazmamısan ki, yığmamısan da. Müəllim, valla belə yazmışdım. Nə demək istəyirsən? Qəsdən kəsmişəm səni. Burada çətin bir şey yoxdur ki. İndi yoxlayarıq. Fikrət. Bəli. Turalın birinci imtihandakı vərəqini tap gətir bura. Zakir müəllim, bilirdim ki, elə onu soruşacaqsınız. Ona görə də Turaldan əvvəlcədən mən onun kodunu alıb tapmışam. Buyurun. Murad müəllim düz deyir. Burada yazdıqlarına, əgər yazdıqlarını demək olarsa, sıfırdan başqa heç nə düşmür. Baxa bilərəm mən. Mən bunları yazmamışam. Necə yəni, Apaçı? Bu sənin kodun deyil. Mənim kodum deyil, amma mən yazmamışam da onları. Mənim Allah haqqı, mən bütün suallara düzgün cavab vermişdim. Bax, mənim xəttim budur. Bu xəttir mənim xəttim. Baxın, eyni deyil. Fikrət. Bəli. Bu məsələni araşdırmaq lazımdır. Bizim universitetdə belə hallara yol verilməməlidir. Baş üstə, Zakir müəllim. Araşdıraram. Yaxşı, Turalın qiyməti necə olsun, kəsilir? Yox, kəsilmir. İkinci imtihan nəticəsini onu yazırsınız. Gedə bilərsiniz. Sağ olun Zakir. Bu məsələni belə qoymaq olmaz. Mən axıra qədər bunu araşdıracağım. Necə deyirsiniz?
bizim Murad müəllim. Sənə onu deməyib? Onu deyim. Bəs sən hardan bildin? Mən özüm öyrənmişəm. Düzdür, Pərviz məni qorxutdu ki, kiməsə desəm, məni universitetdən qovduracaq. Ona görə də sustum. Pərviz. O da bilir. Hə, bilir. Amma inciyə görə susur o da. Bir dəqiqə, İnci nə əcəb sənə dedi? Səbinə. Səbinə, get buradan, get. Amma İnci heç nə demə. Onda sən də Pərvizə demə, nə olar, xahiş edirəm. Bilməsin. Get buradan, get! Amma mən sənin yerində olsam, bu söhbəti belə qoymaram. Ola bilməz. Ola bilməz. Məni İnci ilə görüşdürən Murad müəllim. İnci ilə sevgili ola bilməz. Bəlkə də Səbinənin oyunudur. Nüsrət, sən də elə hamıya vurulursan, qaqa. Əsəl, bu başqa cür qızdır özümünüm. Əsl mən deyən qız deyir. Deyir, Leyli Məcnuna yox, Yevgeni Onegina necə yaraşırsa, Saşa da mənə elə yaraşır. Nüsrət, Onegin Yevgeninin soyadıdır. Heç olmasa Ruslanla Lyudmilandır da. Bu Yevgeni, bəs mən elə biləm qız addır Yevgeni. Bu Ruslanın da adları mən saçdırır özümürüm. Məlcə bilirdi, mən əvvəl elədim bu Saşinka oğlandır. Bilseydim əvvəldən əməli başlı belə Saşinkadır. Qızdır, mən elə əvvəldən tədarük görərdim, bir hazırlaşardım. Şey deyərdim, nə bilim. Neyəcəkdin, nə? Rus dili kursuna gedəcəkdin? Rus dili mənə gəlb, vada kimi içirəm də o. Vadadan o tərəfə keçənmirsən. Yazıq Saşa, görsən bu həyatında nə pis şey eləyib ki, Nüsrət kimisi qabağına çıxıb. Папиный малыш, а что такое язык? Yazıq. Язык это бедный, бедная. Почему бедная? У меня деньги есть. Saşinka, mən deyirəm də, mənim adamım da bu qızı. İdi, Saşinka, idi, sad idi. İdi, Saşinka. Sad idi. Спасибо. Saşa, хороший, Saşa. Сашенька. Да. Allah! Что с тобой? Что с ним? Сашенька, я умираю для тебя. Почему для меня? Çara nə deyir bu? Nüsrət, şiddəşmə də ala da. Qonağın yanında özünü aparmağı bil də. Он говорит, Nüsrət без соль, solsuzdur. Что он говорит? Şey demək istəyir də bu, onun adına şit Azərbaycan, nə deməkdir qaqayı başı saldı? Сашенька, у него проблема, да, больной он, соль нету, да, костевой проблемы. Да. Болезнь, что ли? Ну, я слышал про сахарный диабет. Но сольный? Не надо. Görsən, Saşa bacı da verirsən, tuzsuzsan, da. Сашенька, да. Твоя сердце очень открыт сюрахиdən tutun. Что он говорит? Сашенька, он говорит, что ты добродушная. Ağzına gələn açma, добродуш.
Хороший парень. Da. Nusrat. Da. Her gün yaxalanıram mən. Dur. Gördünüz ha? Neçə aydır buradasınız, bir yüz demə bir dənə xaroş deməm sizə. Qız 2 gün gəlib xaroş. Da. İşi orası, işi o. Хороший парень. Da. Хороший парень. Да, ты очень красивая женщина, девочка. Да. Да. Ну, ребята. Поехали. Нет, хочу завтра написать курсовую. Поможете? Конечно, поможем. Да? Да. Хорошо. Da. Mən nə dedim? Kurs üçün kömək istəyir də? Да, Сашенька, Да. я senin скоро помощь. Я без... Ему скоро помощь нужна. Нет, Сашенька, он тебе поможет. Он говорит, что тебе поможет. Да. Ты еще у нас хороший. Ты очень хорошая девочка. Ну, поехали. Куда? Не знаю, тут гуляем, сидит, чай пьем. Правда? Да. Ну, давайте. Abırsızlar. Görün oyun çıxardırlar, gündə bir hoqqa çıxır. Gah şar, gah güllər. Elşad, belə dilim quruyaydı sənə qızı qaçırt deyən yerdə. Hələ Eldarın xəbəri olmadan da basa-basa getdim qızın evinə. Eldarın heç xəbəri yoxdur. Alo. Eldar, salam. Necəsən? Mən necə olacam? Çox pisəm. Elşad o qızı qaçırtdı da, hə? Gətirib evə. Hələ abırsız arvadım da deyir. Hə? Neyniyəcəm? Vallahi heç evdən küçəyə çıxmağa utanıram. Bəs qonşular nə deyər? Deməz ki, qudaların qırxı çıxmamış, gəlini yola vermədilər, hələ ikinci arvad da gətirib. Hə? Qadan alma Eldar. Qurban olum, nə olar tez gəl də. Hə? Yaxşı, qadan al. Gözləyəcəm səni. Sağ ol. Yaxşı it qızı. İndi görərsən, Eldar gələr, baxarsan neyniyəcək. Tural Səfərlinin təqdimatında keçmiş davam edici zamanı dinləyirsiniz. Hər vaxtınız xeyir, hamınızı xoş gördük, hamınız da məni xoş eşitdiniz. Bugünkü mövzumuz sizcə səhv olan nədir mövzusudur. Yazın, göndərin, SMS-lərinizi oxuyacağam, zəng edə bilərsiniz. Artıq ilk SMS-imiz gəldi. Bir xanım bizə yazır ki, mənim üçün səhv olan sevgilimin rəfiqəmlə evlənməsidir. Vay. Cavid adlı dinləyicimiz yazır ki, mənim üçün səhv olan Qarabağ onun oyunlarındakı hakimlərdir. Cavid, sizinlə tamamilə razıyam, amma mən buradan tələbələrə səslənirəm. Tələbə dinləyicilərimiz də bizə yazıb göndərsinlər. Nə yazsanız əmin olun ki, oxuyacam və səsləndirəcəm. İmtahan dövründə hamımız imtahan veririk və yəqin ki, imtahanı yaxşı verdiyiniz halda sizi kəsən müəllimlər var. Bütün suallara düzgün cavab verirsiniz və müəllim haqsızlıq edir, sizi imtahandan kəsir.
müəllim haqsızlıq etdiyi vaxt nə edirsiniz? Müəllim haqsızlığına qarşı çıxırsınızmı? Yoxsa elə susub oturursunuz? Məncə qarşı çıxmaq lazımdır. Bütün tələbələrə səslənirəm. Yazın, sizə haqsızlıq edən müəllimin adını da göndərin. Əmin olun ki, efirdə səsləndirəcəm. Növbəti mahnı isə bütün tələbələrə gəlsin. Adı lazım deyil, baş hərfi. Kimə söz atır o? Mənə? Yox, qaqaş, onlar mövzunu özləri seçmir ki. Sən hardan bilirsən? Yəqin elə olar da, onlara verilən mövzu ətrafında müzakirə edirlər. Söndür onu. Bu imtahandan yaxşı bal yığır. Doğrudan? Necə olub ki bu? Mən də bilmirəm. Murad. Bir söz soruşa bilərəm səndən. Nə? Sən doğrudan Turalın yazdığı düzgün cavabları görməmişdin. Başa düşməyəm. Nə demək istəyirsən? Mənə kimlə nə hesab edirsən sən? Yox, qaqaş, elə demək istəmirdim. Neyse. Murad, qaqaş. Elşad. Qohumun gəlib. Deyirəm, qohumun gəlib. Zakir əmi, nə yaxşı gəldi. Salam qızım. Hardan tapdın buranı? İncə ver ben bana. Zakir əmi, tanış ol, Elşaddır. Elşad, Zakir əmi atamın ən yaxın dostudur. Doğma əmim kimidir. Salam aleyküm ağsaqqal. Şəfa, biz söhbət eləyə bilərik təklikdə. Onun söhbəti ağsaqqal. Aynəcə biz gedək ağsaqqal söhbət eləsin. Şəfa, bu söhbət eşidəndə çox pis oldum. Gərək belə olmayaydı. Hədəf erkən ayılıcı gələrdilər. Atanın yerinə mən böyülük eləyərdim. Bilirəm Zakir əmi, mən də istəməzdim belə olsun. Amma belə alındı da. Bibimi də bildin də. Hə, eşitdim. Yazıq qızlarım. Başsız qaldız. Məndə də günah var. İnci gözümün qabağındaydı. Amma səndən maraqlanmadım. Yox Zakir əmi, özünü günahlandırma. Bilirəm, düz eləməmişəm. Amma indi xoşbəxtəm. Yəni mənə görə narahat olma. Yaxşı qızım. Çalış həmişə xoşbəxt ol. Bura sənin yeni evin, yeni ailəndir. Onlarla mehriban ol. Yaxşı davran. Yaxşı? Yaxşı. Dərslər başlasaydı. Nə tez darıxdın dərslərin başlaması üçün? Dərslər üçün deyil, sənin üçün darıxdım. Elə bilirəm, bir-iki gün görməsəm, yadından çıxacam. Daha sevməyəcəksən məni. Oturaq. Səncə sevgi belə zəif istəyir. Arada ayrılıqların olması yaxşıdır. Bunun nə yaxşıdır? Nə bilim, deyirlər, ayrılıq külək kimidir də. Kiçik sevgiləri söndürür, böyük sevgiləri daha da alovlandırır. Bizimki böyük sevgidir, düzdür? Lap böyük. Şəfa ilə danışmısan, hə? Yox. Hələ də bağışlaya bilmirəm onu.
Amma Zakirəm getmişdi dünən onlara. Deyir, xoşbəxt görünür. Tək elə olsun. İstəmədim qonağınla necəsən? Yola geyirsən? Saşa, yaxşı qızdır. Nə əcəb gəlmədi sənə? Kurs işinə hazırlaşır. Nüsrət də ona kömək edir. Nüsrət? O kurs işinin aqibəti bəllidir. Hələ də mən başa çevirmirəm ki, bu Nüsrət imtahanlardan necə keçir. Doğrudan Murad müəllim. Bilmirsiniz, Qızqayıt müəllimənin imtahanından neçə bal yığmışam? Yox. Nə bilim, mən Qızqayıt müəllimə ilə imtahan barəsində söhbət eləmirəm axı. Nə? Zarafat eləm. Yəni demək istəyirəm ki, ümumiyyətlə söhbət eləmirəm. Bugün uşaqlar universitetə getmək istəyirlər. Qiymətləri öyrənmək üçün. Bəlkə mən də onlarla getdim. Deməli, ayrılıq vaxtı çatır və mənim burnuma ayrılığı gəlir. Murad, elə demə də. Qorxma Eci, qorxma. Bizim sevgimiz dünyanın ən böyük sevgisidir. Yeganə xanım. Mahirə xanım, xoş gəlmisiniz. Necə qulluq eləyə bilərəm sizə? Dünənki qız hardadır? Dünənki qızı işdən qovdum Mahirə xanım və öz adımızdan da, xanımın adından da sizdən üzr istəyirik bir daha. Qovdunuz? Bəli, işi mən götürmüşdüm və mən də qovdum. Yetim qız idi, ata-anası yeni ölmüşdü. Özü də tələbə idi. İşə ehtiyacı var idi, yazım gəldi, götürdüm. Mən gəlmişdim dünənkinə görə üzr xahlıq eləyə. Hirsli vaxtıma düşdü. Hirsimi ondan çıxdım. Haqlı idiniz, Mahirə xanım. Deyirəm, Tombik, qara gündən başlayır da sən. Niyə? Da qiyməti öyrənib çıxıb geri də, kimdir bura gələn? Malların da batdamsın. Görüm sonra bu vaxtı keçmiş malları kimə sırayacaqsın? Onun danışmağına baxır. Elə danışır ki, elə bir bomba alver eləyir. Patologu çay alırsa o da disiyə. Burnundan gəlsin. Uşaqlar, Murad müəllimdən şikayət eləməklə Tural pravdır. Murad müəllim haqsızlıq edib. Dedilər, cavablar səhv düşüb də. Ay qız, bax, Banu dura-dura sənə nə olub, sənə nə olub? Ola bilər ki, Banu mənim rəfiqəmdir. Amma siz də bilirsiniz də, müəllim haqsızlıq eləməz. Yəni, incəsəncə mən yalançıyam da. Dostlar, dedilər axı, cavablar səhv düşüb. Çox bildirirsən. Kəs səs. Bir dəqiqə, söhbəti saxlayın, pişiyim gəlir. Pişiyim yox, Tom. Xoş gəlmişsiniz Qızqayıt müəllimə. Həmişə siz gələrsiniz. Bugün əyləşin. Ürəyiz nə istəyir? Çaydan, sudan, yeməkdən, nə istəyirsiniz? Valla məsləhət deyil. Sonradan başına vurur. Deyir, kim olmuşsan, ne deyirsən? Mənim çayımla, çörəyimlə böyümüsən. Nə deyir, kim olmuşsan? Uşaqlar, əslində mən sizi təbrik eləməyə gəlmişəm. İmtahandan mən gözlədiyimdən də yaxşı bal yığmışsınız. Sevindirdiniz məni. Yes. Açığı mən də sevindim. İnanırsınız, istəyərəm həmişə sevinəsiniz. Siz sevinəndə insanlar... Çox sağ ol Rüstəm. İndi mən də sizdə rahat istirahət eləyə bilərik. İnşallah mənim o gün olsun tətildən qaydanda siz də bir dənə balaca yumurə qəşəng kalitiniz. Siz bildiniz də temanı. Sağ olun, çox sağ ol. Eyvallah, eyvallah. Səbinə, al oxu, imtahan ballarıdır. Hamı eşitsin. Uşaqlar, sizlə də sağollaşıram. Tətildən sonra görüşərik. Sağ olun. Sağ olun. Bay bay. Baqa məndən.
Yazıq Rüstəm. Qız qayıt da verəcəkdi. Mənim nə vezmədi ya, mənim saçınkam yanımda. Çorabım ayağımda, ayaqqabım ayağımda. Bax kimə qaldım da sən. Sən imkan verəcəksən, mən oxuyum. Buyur, master, buyur. İmkan ver. Deməli, Pərviz 90. Mən gözləyirdim. Ha, Pərviz, sən nə vaxt oxud, nə brat bizim xəbərimiz olmadı, ha? O, bir söz var haqsızlıq. Bax elə buradadır. Düz deyirsən Aydan. Mən elə bildim güzel olacaq. Eybi danışaram qız qayıt müəllimə ilə. Nurlan 89, Balakişi 97, Aydan 98. Hər aydan. Keçdim sən. Bax keçdim. Bir bal. Düz bir bal. Dünya rekordu ha, dərman verim ha, medalım tağınlar ha. Küs sənin başı. Afaq 62. Afaq 62. Keçdim. Mahir 54. Yəni ki, nə dərsdən də sevgidə bəxtimiz yetmir də bizim. Baxmayın da Ülviyə də sənin üçün Ülvin deyirəm, qardaşımız da sənin üçündədir. Ülvə 56. Allah Ülvi də məndən yaxşı yığıb. Gülşən 90. Səyid 92. İnci 86. Tural 88. Banu 93. Bir dəqiqə, mən pisbağa doğum, mən dana doğum, da bala. Mən nə demişsiniz ki, mən nüsü bax, yaxşı bax ora. Nüsrət. Uşaqlar. Nüsrət hamıdan çox bal yığıb. Nə? 60. Atlattım, 60 hasta. Ev yox. Atlatmışam. Ay qız özünü deyə, sən neçə almışsan? Uşaqlar, mən az bal yığmışam. Deyirəm, bəlkə mən də Tural kimi gedib şikayət edeyim. Bravo, usta. Sən Turalın nə ayaqqabısını geyinə bilərsən, nə də o kimi gəzə bilərsən. Parçalı oku, o kimi ağlaya bilərsən. Balı. Salımsın şimdi. Əyləş. Əyləşin. Sağ ol. Şikayətiniz var? Yox, müəllim. Yox, müəllim, nə şikayəti? Öz aramızda zarafat eləyirdik. İmtahanlarınızı bitirməyiniz münasibəti ilə sizi təbrik edirəm. Sağ ol, müəllim. İndi rahat istirahət eləyə bilərsiniz. Qarşıda sizi daha maraqlı ikinci semestr gözləyir. Uğurlar olsun. Sağ ol, müəllim. Sağ ol. Daha insanın ətri bilmir dəsə. Atıb oxşamadım da, bir oxşa da atıma da. Kişidən gülü gəldi özümə. Nədir? Bu domda mənə hələ udan olmayıb. Nüsrət bərabərdir Pobeda. Pobeda. Nüsrət deyəsən mənə uduzduğun günlər yadından çıxıb, hə? Eşeğe Nüsrət söyledi. Да, eşek girdi, eşek. Ну, как прошел экзамен? Какие у вас баллы? У моего брата высшая учится. Нусрат, он тоже, плохо, да? Нусрат, ты еще хорошо учишься? Да, хороший. Нет, он не хорошо учится, просто он везучий у нас. Sabah şansı it bəxtli olur. Mən bax, nə deyirsən? Yəni sən bəxt gətirən oğlansan da. Да, Сашенька, у меня есть бахт. Если ты, я будешь xoşbəxt. Olacaq. А как Саид? Саид хороший учится, хороший, да.
А где он? Я не знаю, спит. Не беспокойтесь, sen oyna. Yani какая Саид, это игра. Хорошо. Да. Вы продолжайте, а я сейчас. Давай. Осторожно, Сашенька! Yaxşı, demem, bunsuz kalamıyorum de kardeş. Bunsuz kalamıyorum ben. Metereyim. Sashika! Какой же ты хороший парень. Кажется, я влюбилась в тебя. Şükür tərpənirlər. Deyirlər ki, gəl kömək eləyin. Yəqin Eldardır. Buyur. Xoş gəlmisən, keç içəri. Dedem geldi. Dede. Hoş gelmişsin. Tanış ol. Gelinin. Kəsə, xanım qız. Elşad səni mənə gəlinim kimi təqdim eləyir. İncimə, bəlkə də sən yaxşı qızsın. Amma mənim bir gəlinim var, o da Gülşəndir. Sən heç vaxt mənim gəlinim olmayasan. İmtahan balını gördüm. Heç fikirləşməzdim ki, oxumaya o qədər bal yığasan. Papa, sən həmişə elə fikirləşirsən ki, mən oxumuram. Hı. Onda get tükən ərzağım. Get. Çörək də alayım. Başdı Zakir bəy. Bəli Cəbir müəllim. Eşidirəm sizi. Tapdınız? Ay sağ ol. Bir dəqiqə yazıram indi. Bir dənə vərəq tapım. Bir dəqiqə Cəbir müəllim, bir dəqiqə. Hə.
Yazdım. Çox sağ olun. Səhər zəng vuraram. Sağ olun. İmtahan verə bil. Bugün Tural'ın kodudur. Tural'ın imtihan verək. Anam, siz? Eşitdim, mənə görə işsiz qalmısan. İşini bacarmayanları çıxararlar da. Mən də bacarmadım. Qızım, sən tərbiyəli, ağıllı qızsan. Evinizdə olan faciə haqqında eşitdim. Çox pis oldum. Adın Gülşən oldu da. Hə. Gülşən, qızım, mənim sənin kimi bir adama ehtiyacım var. Bizə gələrsən, ev işlərində mənə kömək eləyərsən. Elə bizdə də qalarsan. Nə deyirsən? Razısan? Sevgilime deyə bildin? İmtahandan neçə aldığı? Niyə deyirsən ki? Onsuz da universitetdə müəllimdir də, biləcək. Sən nə deyirsən? İnci, niyə mən yalan danışırsan? Mən bilirəm ki, sevgilim Murad müəllimdir.